Həyatınızda hər şey qaydasında gedir, işinizdə bir problem yoxdur, münasibətlərinizdə sakitçilikdir, amma siz daxildə əsla özünüzü rahat hiss eləyə bilmirsiniz. Sanki daxildə bir narahatlıq baş qaldırır və zehninizə bu düşüncə gəlir. Pis nələrsə baş verəcək. Sanki siz ən yaxşı, ən rahat, ən məmnun olduğunuz anlarda belə pis hansısa hadisələrin baş verməsinin gözləntisi içərisində olursunuz. Çox güldüm, yəqin ki, bundan sonra ağlayacağam. Bu aralar çox gəzdim, çox uğurlar qazandım. Yəqin ki, mənə göz dəyəcək ya da xəstələnəcəm kimi düşüncələr zehninizə gəlirsə, bunlar əslində yaşadığınız təşvişin bir göstəricisi ola bilər. Əgər bu düşüncələr sizə də tanışdırsa, mən klinik psixoloq Aynur Həsənzadə bu gün birlikdə bu cür düşüncələrin səbəbini və onları dəyişdirmə yollarını birlikdə öyrənəcəyik. Öncəliklə gəlin öz zehnimizi anlamaqla başlayaq. Əgər siz çox rahat, çox məmnun olduğunuz anlarda belə davamlı olaraq pis nələrinsə baş verməsinin gözləntisi içərisində olursunuzsa, bu adətən öyrənilmiş bir sinir sistemi reaksiyası ola bilər. Əgər biz gündəlik həyatımızda davamlı olaraq təşvişli, gərgin, narahat, emosional olaraq qeyri-stabil, gərgin vəziyyətlərdə yaşamağa öyrəşiriksə, beynimiz bir nöqtədən sonra bu mübarizə rejimini, yəni savaşma rejimini öz normalı halına gətirir. Və biz nə vaxt ki, sakit, məmnun, rahat, problemsiz bir vəziyyətdə oluruq, bu vəziyyət artıq beynimizə tanış olmayan bir vəziyyət kimi görünür və beynimiz bu rahatlıq halını təhlükəli kimi etiketləməyə başlayır. Yəni beynimiz üçün tanış situasiyalar daha təhlükəsiz hiss elətdirir, nəinki tanış olmayan vəziyyətlər. Dolayısıyla beynimizdə belə bir mexanizm yaranır. Hal-hazırda stressliyəm, gərginəmsə, deməli bu mənim öyrəşdiyim bir vəziyyətdir və mən burada təhlükəsizəm. Amma mən hal-hazırda sakitəm, hər şey yolundadır, bu mənim öyrəşmədiyim bir vəziyyətdir və burada başıma nəyin gələ biləcəyini bilmirəm, təxmin eləyə bilmirəm. Ona görə də bu təhlükəli ola bilər və burada artıq təşviş səviyyəmiz artmağa başlayır, özümüzü daha narahat hiss eləyirik. Və bu zamanda daxilimizdə baş qaldıran bu təşviş duyğusunu yanlış şərh eləyə bilirik. Hansı ki, o təşvişi adını qoya bilmədiyimiz, başa düşə bilmədiyimiz üçün bizə elə gəlir ki, İçimdə bir narahatlıq var, sanki hiss edirəm ki, pis nələrsə baş verəcək. Əslində isə burada baş verən şey sinir sistemimizin həddindən artıq oyanıqlığı və bizi sanki baş verə biləcək təhlükələrə qarşı tətikdə tutmağa çalışmasıdır. İkinci bir tərəfdən bu yaşadığımız təşviş nəticəsində zehnimizdə belə bir düşüncə baş qaldırır. Mən əgər hər şeyi kontrolumda, nəzarətimdə saxlamağı bacarsam, o zaman özümü mümkün təhlükələrdən də qoruya bilərəm. Və bununla da biz fərqində olmadan gələcəkdə baş verə biləcək pis ssenarilərin hər birisini zehnimizdə düşünməyə başlayırıq və buna ciddi bir enerji, resurs sərf eləyirik. Əslində eləməyə çalışdığımız şey özümüzü mümkün ola biləcək bütün təhlükələrdən sanki qorumaqdır. Sinir sistemimiz bunu eləməyə çalışır. Sanki ola biləcək bütün təhlükələrə qarşı öncədən hazırlıqlı olmağa çalışır. Lakin reallıq budur ki, əslində bu təhlükə kimi adlandırdığımız şey bizim sırf öz daxilimizdəki təşviş duyğumuzdur. Və biz elə zənn eləyirik ki, əgər bütün ssenariləri düşünsək, davamlı olaraq baş verə biləcək pis ssenarilər haqqında fikirləşsək, hətta ən pis ssenarini fikirləşsək, bu ssenari baş verdiyi zaman ona qarşı hazırlıqlı ola biləcəyik. Yəni burada təşvişimizə qarşı sahib olduğumuz bu kontrol illüziyası əslində bizim daxilimizdəki o təşvişi azaltmağa hədəflənmiş bir davranışdır. Çünki mən gələcək barəsində düşünürəm, hər ssenarini dəyərləndirirəm, ola biləcək bütün ssenariləri fikirləşirəm və xüsusilə də pis ssenariləri fikirləşirəm və bununla da sanki hadisələri öncədən kontrol altına aldığım kimi bir illüziyaya qapılıram. Bu da bizim daxilimizdəki az öncə o yüksələn sinir sistemimizin aktivləşdirdiyi o təşvişi azaltmağa kömək eləyir. Uzun müddətdə isə bu vəziyyət təbii ki, çox da faydalı deyil. Çünki bizim arxa planda zehnimiz rahat olduğumuz, istirahət elədiyimiz, problemsiz olduğumuz bir anda belə sakitləşməyi bacarmır. Davamlı olaraq problem gözləntisi içərisində, narahat vəziyyətdə, aktiv vəziyyətdə qalır və bu da təbii ki, bizim enerjimizi, resursumuzu həddindən artıq tükədir. Bəs biz bu zehni resursumuzun tükənməsinin qarşısını necə ala bilərik? Yəni, necə eləyə bilərəm ki, problemin olmadığı, sakit qalmaq istədiyim, istirahət eləmək istədiyim bir anda zehnimi də sakitləşdirə bilim və tamamilə bu sakitlik anından verim ala bilim?
Önceliklə bu yaşadığımız vəziyyətlə bağlı fərqindəliyimizin olması və bu yaşadığımız vəziyyətin, duyğuların adını qoya bilməyimiz önəmlidir. Hansı ki, biz burada başa düşməliyik ki, mən hal-hazırda problemsiz, sakit, rahat, bəlkə dincəldiyim bir vəziyyətdəyəm və mən gündəlik həyatımda daim savaşma rejimində olmağa, mübarizə rejimində olmağa o qədər öyrəşmişəm ki, beynim indi yaşadığım bu rahatlıq vəziyyətini bir təhlükə kimi qavrayır və buna görə də mənə təşviş reaksiyası göndərir, təşviş duyğumu yüksəldir. Burada da məqsəd məni sanki ola biləcəyi mümkün təhlükələrə qarşı həyatda tutmaqdır. Çünki o özünü bir təhlükə var imiş kimi zənn eləyir. Və bu fərqindəlikdən sonra özümüzü reallığa qaytarmağımız önəmlidir. Reallıq budur ki, mən hal-hazırda sadəcə dincəlirəm. Bu sinir sistemimin reaksiyasıdır və reallıqda hazırda heç bir təhlükə yoxdur. Yəni real olan bir təhlükə yoxdur. Və əlavə olaraq da mən təhlükəsiz bir mühitdə oturub ola biləcək bütün təhlükə ssenarilərini düşünərək zaten heç nəyi kontrolda saxlaya bilmərəm. Bu sadəcə anlıq olaraq mənim təşvişimi aradan qaldırmağa kömək eləyir. Realda isə bir təhlükə baş verəcəksə baş verə bilər. Təbii ki, bunun yaşanmasını istəmərik, amma bir təhlükə baş verəcəksə belə, pis bir şeylər yaşayacamsa belə, o anda bunun həlli ilə məşğul ola bilərəm. İndidən oturub bütün ssenariləri düşünmək mənim indiki təşvişimi azaltmaqdan başqa heç bir fayda vermir. Dolayısıyla real təhlükə və mümkün ola biləcək təhlükə arasındakı fərqi də ayırd eləmək və hal-hazırda reallıqda bir təhlükədə olmadığımızı özümüzə xatırlatmaq önəmlidir. Özümüzə mütləq xatırlatmalıyıq ki, bu düşüncələr məni qorumağa çalışır. Zehnimə elə görünür ki, mən davamlı olaraq bu düşüncələri fikirləşdiyim zaman bir təhlükədən qorunuram. Amma reallıq isə budur ki, mən bu düşüncələri təkrar-təkrar fikirləşərək sadəcə öz zehni resursumu tükətmiş oluram. Və son olaraq sakitlik vəziyyətimizi uzun müddət davam elətdirə bilmək, rahatlıq vəziyyətimizdən həqiqətən həzz ala bilmək üçün öz parasimpatik sinir sistemimizi, yəni dinclik, rahatlıq vəziyyətindəki sinir sistemimizi də aktivləşdirməliyik. Bunun üçün mindfulness praktikaları, nəfəs məşqləri, diqqət məşqləri kimi bir çox texnikadan istifadə edə bilərsiniz. Hansı ki, bu texnikalar barəsində də sinir sistemini tanımaq adlı videoda daha ətraflı qeyd eləmişdim. Yuxarılara bir yerlərə yerləşdirəcəm. O videodan daha ətraflı şəkildə öz rahatlıq vəziyyətindəki sinir sistemimizi necə aktivləşdirə bilərik, necə sinir sistemimizin bu təşviş reaksiyalarını sakitləşdirə bilərik, bu texnikaları oradan öyrənə bilərsiniz. Və son olaraq, əgər sizin rahatlıq anındakı təşviş səviyyəniz həddindən artıq yüksək və çox intensiv olursa və siz heç bir düşüncə ilə, heç bir praktika ilə tək başına şəkildə bu duyğularla mübarizə apara bilmirsinizsə, özünüzün həddindən artıq tətiklənmiş olduğunuzu hiss eləyirsinizsə, bu zaman bu yaşadığınız tətiklənmə bəlkə də keçmişdə yaşadığınız hansısa bir təhlükəli vəziyyətə olan reaksiyanız, yaxud da hansısa bir travmatik hadisələrin hələ də zehninizdə, bədəninizdəki izləri ola bilər. Bu izləri bəzən tək başına aradan qaldırmaq o qədər də asan olmaya bilir. Bu nöqtədə də psixoterapiyaya müraciət eləməyiniz və bir mütəxəssis köməyi ilə bu həddindən artıq aktivləşmiş sinir sisteminizi sakitləşdirməyi öyrənə bilər və həmin hadisələrin izlərini zehninizdən, bədəninizdən müəyyən qədər silməyə, o hadisələrə qarşı daha neytral yanaşmağa və neytral halda, dinclik halında daha sakit bir sinir sistemini bərpa eləməyə nail ola bilərsiniz. Məndən isə bugünlük bu qədər. Ümid eləyirəm ki, bu video sizlər üçün faydalı oldu, müəyyən qədər fərqindəlik yarada bildi. Əgər bu mövzu ilə bağlı suallarınız varsa, şərhlərdə mənimlə bölüşə bilərsiniz və əlavə mövzu fikirləriniz, təklifləriniz varsa, bunları da mənimlə bölüşə bilərsiniz. Məndən isə bugünlük bu qədər. Özünüzə yaxşı baxın, sevgi ilə qalın.